Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapiya, yalan və bədəndirici ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Qadın və kişi evlilik, sevgili münasibətlərində kişi xəyanətini dərin şəkildə incələyəcək, analiz edəcək və bunun bir çox səbəbləri var. Birinci səbəb kişilərin özgüvənsiz olmasıdır. Yəni özgüvənsiz olmaq o plandakı, yəni mən hələ də sevilirəmmi? Hələ də mənə fikir verən olarmı? Hələ də mən dəyərliyəmmi? Və bu daha çox yaşlı kişilərdə olur. Təsadüfi deyildi ki, yaşlı kişilər necə cavan xanımlarla münasibətdə olur və yaxud da onlarla yazışır saatlarla. Yəni bu kimi halları qeyd edə bilərik. İkincisi, narsist kişilərdir ki, hansı ki, narsistik şəxsiyyət pozuntusundan xüsusilə əziyyət çəkirlər. Onlarda da belə bir tendensiya var ki, bütün xanımlara sübut eləməlidir ki, yəni mən doğrudan da yaraşıqlıyam, mən maço kişiyəm, mən ehtiraslıyam, yəni mənim dərdimdən hər kəs ölür. Yəni daimi qadınlar tərəfindən tərif bombardımanına tutulmağı üstün tuturlar. Yəni ancaq gecə-gündüz onu tərifləsinlər, sən necə gözəlsən, necə yaraşıqlısan, necə supersən. Yəni bu da nəticədə nəyə gətirib çıxardır? Narsist qadınlar, narsist kişilər sevgiyə möhtac olan, özgüvəni aşağı olan xanımları istismar eləyir və onların həyatını, necə desək, qara əskiyə bükür. Üçüncüsü, psixopat kişilərdir. Psixopatiya elə bir durumdur ki, orada insanlığa cavab verən duyğular ümumiyyətlə olmur. Həyat sevinci olmur, fəxarət duyğusu olmur, mənəviyyat olmur, vicdan olmur. Yəni, insan başqalarının acısını, ağrısını ümumiyyətlə qətiyyən hiss eləmir. Belə insanlarda iki tip duyğu olur. Ya aqressiyadır, ya da iti hissiyatlara cavab verən olan duyğular. Məsələn, seksdir, qumardır, narkomaniyadır, adrenalindir. Yəni, belə kişilərin xəyanət eləməsi kimi normal bir şey yoxdur, yəni deyərdim, yəni. Bu tamamilə normaldır. Onların işi daimi cinsi istismardır, yəni qadınları. 4. Cinsi temperamentlərin uyğun gəlməməsi, yəni iki sevgili arasında və evlilik, cütlüklər arasında. Kişinin ya cinsi temperamenti yüksəkdir, qadının aşağıdır, ya da qadının tam yüksəkdir, kişinin necə deyirlər, aşağıdır. Yəni, burada belə bir şey var ki, çatdırmaq üçün, yəni özünə uyğun bir partnyor seçir ki, yəni onunla ayaqlaşa bilsin. Amma bu çox nadir hallarda olan məsələlərdən biridir. Beşincisi, xüsusi şəxsiyyət tipləridir ki, steroid, hipertin bunlara aiddir. Daimi yenilik axtarışındadırlar, macərapərəstdirlər. Yəni, onlarda, deyək ki, qanda olan elə bir ki, dopaminin miqdarı yəni uzun müddət qala bilmir, yəni bir insana qarşı. Yəni bir insanla bir dəfə, iki dəfə münasibətdə oldu, o insana qarşı ehtiraslı hissi ölür avtomatik olaraq. Ona görə kənar yerdən daimi yeni bir macəra axtarırlar, yeni bir həyəcan axtarırlar. Ona görə də nədir? Xəyanətlərin sayının çoxalmasına gətirib çıxardır. Bir altıncısı sosial çevrədir. Yəni, ya iş yoldaşlarıdır, ya əhatə edən məhəllə uşaqlarıdır, ya qohumlarıdır. Elə bir sosial, necə deyirlər, çevrədə var olur ki, orada xəyanət normallaşdırılır. Hətta xəyanət eləməyənə, kənarda qadınla gəzməyənə pis baxılır. Yəni, bu kişi də, belə kişilərdə çox iradəsi zəif kişilər olur. Yəni, o da elə bir ki, kruq tərəfindən qəbul görməsi üçün, onların gözündə özünü yüksəltmək üçün bu addımı atır demək olar. Yeddincisi, maddə istifadəsidir. Yəni, deyək ki, narkotik maddə, alkoqolizm və ruhi xəstəliklərdir ki, təbii ki, bu durumlarda insan psixotik vəziyyət yaşayır. Psixozda anlaqsız bir vəziyyətdir. Yəni, insan nəyi, necə, nə formada, nə zaman edəcəyini bilmir. Yəni, bu təkcə cinsi münasibətə yox, eyni zamanda kompulsiv şəkildə pul xərcləmək, borca girmək, cinayət işləmək, qumar asıllığı hər şeyə gətirib çıxardır. Yəni, o da onun daxilindədir. Yəni, maddə istifadə edənlər və ya deyək ki, ruhi xəstəlikdən əziyyət çəkən adamların da xəyanəti kimi normal bir şey yoxdur, yəni.
Bu da önəmli məsələlərdən biridir. Bir 8-ci səbəb aşiq olmamadır və yaxud da özü aşiq olub da qadının ona aşiq olmamasıdır. Yəni özü aşiq özü kişi aşiq olmayanda çox nadir hallarda, adətən bu qadınlara xas olan xüsusiyyətdir. Çox nadir hallarda kişi aşiq olmayanda gedir, necə deyirlər, xəyanət eləyir. Və yaxud da kişi aşiqdir də, yəni öz həyat yoldaşı onu sevmir, yəni aşiq deyil ona. O da intiqam məqsədi ilə gedir, münasibətlər yaşayır və yaxud da içki içir və yaxud da maddə istifadə edir. Yəni bunlara da daxildir hamısı. Amma məsələ burasında daha bilmir ki, yəni bundan heç bir şeyi düzəltmək mümkün olmayacaq. Yəni ən yaxşı halda həmin qadının ona yazığı gələcək. Ən pis halda isə ona nifrət edəcək və ondan boşanacaq. 9-uncusu, əgər münasibətlərdə, sevgili və yaxud evlilik münasibətlərində qadının paranoyası varsa, yəni qadın aşırı şübhəcildirsə, qadın aşırı güvənməyəndirsə, yəni aşırı qısqanclıq, hər bir şeyə görə, hər xırda bir şeyi, deyək ki, qarışqadan fil düzəltmə, bu kişini boğmağa başlayır. Nəticə itibarilə artıq kişidə ona qarşı nifrət və iyrənmə yaranır və bu da nədir? Xəyanətə gətirib çıxardır. Bir 10-cu səbəb ailəsi tərəfindən idarə olunan kişilərə aiddir. Hansı ki, narsistik bir ailədir. Məsələn, anası tərəfindən idarə olunan kişidir, atası tərəfindən idarə olunan kişidir. Evlərində daimi qohumlar olur, gəliş-gedişlər olur, evə nə alınmalıdır, nə zaman münasibət qurulmalıdır, hara gedilməlidir, uşaqlar nə etməlidir, hamısının qərarını ata-ana və digər qohumlar verir. Belə olanda da kişi bezir, cana yığılır, boğaza yığılır. Qadın da təbii ki, öz qaynanasından, qaynatasından kişiyə şikayət eləməyə başlayır. Kişi də artıq bunlardan bezir, artıq qulaqları bunlara kar olur. Ona görə evdə demək olar ki, tapılmır. Gedir kənarda nədir? Münasibət axtarır. Bir 11-ci səbəb aşırı acdil bir qadındır. Yəni, qadının ağzından zəhər tökülür. Yəni, daimi tənqid, təhqir, tənqid, təhqir. Başqalarının yanında uşaq kimi azarlama. Ki, məsəl üçün, sən bunu düz eləmirsən, belə eləmirsən, sən danışma, sən fikir vermə, səndən heç nə çıxmaz. Bu şəkildə. Bu da xəyanətə gətirib çıxardır. Daha sonra 12-ci səbəb anormal cinsi davranışlardır. Bura zoofiliyadır, pedofiliyadır, translara meyillilikdir. Yəni bu və yaxud da cinsi, deyək ki, instinktlərini kontrol edə bilməyən adamlardır ki, yəni bunların da xəyanəti kimi demək olar ki, normal bir şey yoxdur. Bir 13-cü səbəb kimi göstərə bilərik ki, qadın sevgili və yaxud da qadın həyat yoldaşı hər cəhətdən üstündür, statusca, necə deyirlər, ola bilsin ki, pul daha çox qazanır, ola bilsin ki, daha güclü bir şəxsiyyətdir, qeyri-adi bacarıqları var, yaradıcı insandır. Kişi onun yanında özünü əzik hiss eləyir. Ona görə belə olanda kişi gedir kənardan özündən daha zəif qadın tapır ki, özünü orada daha özgüvənli və ya yaxşı hiss eləsin. Bəzən belə xanımlar da belə bir söz işlədirlər ki, bəs mən gözəl baxımlı xanımam, ailə tərbiyəsi görmüşəm, bəs bu mənim yoldaşım bu eybəcər qadında nə tapıbdır? Bax, bu sualın cavablarından da biri budur. Təbii ki, xəyanətin səbəblərini daha çox sadalamaq olar, yəni daha alt qrupları da var. Lakin bu saydıqlarım kişi xəyanətinin əsasını təşkil edir. Diqqətinizə görə minnətdaram, sağ olun.